Acaba dünyanın dörd bir tərəfində gərginlik var. Xüsusilə bizim yerləşdiyimiz regionda. Bir saata yaxında danışırıq, Rusiyadan danışdıq. Ukrayna ilə Rusiya arasında müharibədən, Amerika Birləşmiş Ştatlarında gərginlik var. Avropanın özündə bir gərginlik, Avropa özü taleyi necə olacaq, Avropa Birliyi olacaq, qalacaq, qalmayacaq bu. Bunlar da artıq sual, bəli. ciddi sual doğurur, artıq müzakirə olunur. Avropa Birliyinin özünün ordusu yoxdur. Onlar indi özlərinin ordusunu formalaşdırmaq istəyirlər. Amerika Birləşmiş Ştatları Trumpın hakimiyyətə gəlməsindən sonra açıq şəkildə deyir ki, biz niyə sizi qorumalıyıq? Qafqazda da gərginlik var. Ermənistan haqqında danışdıq. Gürcistan özündə də gərginlik var. Qonşumuz İranda da daxildə də o qədər sabitlik yoxdur. Orada bir gərginlik İsraillə arasında ciddi problemlər var və bütün bunlar təhlilində baxırıq ki, ortada bir Azərbaycan sabitlik adasıdır. Bir bizim ölkəmizdə sabitlik var və bizim ölkəmiz inkişafa doğru gedir və Azərbaycanda çox böyük uğurlar, nailiyyətlər qazanılır. Bizim bu sabitliyimizi pozmağa cəhd edən qüvvələr də var. Sizcə bacara bilərlərmi? Bu sabitliyimizi poza bilərlər? Hansı qüvvələr deyirsiz? Daxildə, xaricdə? Daxildə də var, xaricdə də var. Hər ikisini nəzərdə tutur. Bir-birinə əlaqəlidir. Mən sizə deyim, biraz da elə bir ki, danışanda bir ədəbiyyata, tarixə, lirikaya keçəndə görürsən ki, biraz da maraqlı olur. Evet. Birinci Dünya müharibəsi böyük bir müharibə idi. O müharibəyə o vaxtları Dünya müharibəsi demirdilər, müharibənin özü gedişən. Sonralar 2-ci Dünya müharibəsi ərəfəsində dedilər ki, bu 2-ci Dünya müharibəsi başlayır, yəqin bunun birincisi də olub da, onu da sıra qoydular. Evet. O dövrdə hamı maraqlanırdı. Aşıq Ələsgərin bir misrasına fason yadıma düşür ki, o qarma-qarşılığı təsəvvür edir ki, dünya qarşı bir-birinə, Çernogoriyanın adı yadındadır, Çernogoriya qaldı ayaq altında. Yəni söhbət ondan gedirdi ki, dünya bir-birinə qarışmışdı, bir-birinə çarpışırdı, kimsə ayaq altında qalmışdı, kimsə əzilirdi, kimsə başına oyunlar gəlirdi, 2 dənə, 3 dənə imperiya dağıldı həmin dövrdə. İndi söhbət təxminən indiki şəraitə baxırıq ki, hamı bir-birinə müharibə vəziyyətində, hər yerdə qanlı savaşlar gedir. Azərbaycan da bir oazis kimidir, bir sülh, sakitlik, sabitlik. Bunun qədrini Allah eləməsin, nəsə baş verəndə adamlar başa düşəcək. Amma başa düşmək istəmirlər insanlar. Mən hesab edirəm ki, bunun biz qədrini bilməliyik. Mən Azərbaycanda düzgün siyasətin yeridilməsinin nəticəsidir və əsasən həm hakimiyyətin düzgün siyasətidir. Eyni zamanda əksər partiyaların düzgün siyasəti. Ölkələrin siyasi həmrəylik var Azərbaycanda. Bəli. Bu çox önəmli məsələdir. Gedir ki, ölkələrdə hər şeyi partiyalar, bütün dünyada belədir. Partiyalar həll edirlər. Partiyaların içərisində hansısa Azərbaycanda tutaq ki, niyə o üsyanlar baş verirdi, parçalanma baş verirdi? Çünki hərənin bir hərbi qüvvəsi vardı, bir batalyon, 2 dənə batalyonu vardı, bir-birinə qarşı dayanırdı. Ərikram özünü General Simus hesab edirdi. Nədir? Bir dənə batalyonu vardı orada. Bu tərəfdən Sadval qalmışdı ki, bizim rəzgilər gəlsinlər, vuruşaq. Rəzgilər də müdafiə eləmədi ki, mənim nə yaşıma qalıbdır. Mən burada bu 3000 ildir bu millətlə bir yerdə yaşayıram. Mən niyə buradan ayrılmalıyım? Yəni düzgün rəzgilər də çox düzgün qərar verirlər. Ona görə çox tərəfli siyasətin nəticəsidir bu. Olmalıdır və deyilməlidir. Ha, bəziləri yox, elə hər şeydə qara rəng axtarmaq o deyil. Azərbaycanda da partlamamış minalar var, qoyulubdur. Bunu Qərbdə qoyubdur bundan minaları. Rusiyada gözləyir, Rusiyada qoyub çoxlu sayda. Təxribatçı Qərbində Rusiyanın da 5-ci kolonu var. Hətta Cənubunda İranın da 5-ci kolonu var. Tamamilə doğru. Hamısının 5-ci kolonları var. Hamısının təxribat qrupları var. Hamısının müəyyən bir an gözləyirlər, məqam gözləyirlər. O məqamda hərəkət eləsinlər. Ən çox da incə bir məsələ milli məsələlərdir, etnik məsələlərdir. Onu bütün dünyada o məsələlərin üzərində həmişə siyasətlərinin xarici mərkəzlər, qruplar ki, ölkənin daxilində ölməyən hisslərdən birincisi milli hisslərdir. Hətta 1989-cu ildə Fukuyama'nın bir məqaləsi çıxdı. Tarixin sonu bir sual işarəsi qoymuş daxilində. Yəni o dövrdə demək ki, 80-ci illərin sonlarında SSR dağılırdı, Sovet düşərgəsi dağılırdı, Polşa hamısı azadlığa çıxırdı. Yəni belə görünürdü ki, liberal ideologiya qalib gəldi. Yəni o dövrdə liberal ideologiyanın sosialist kommunist ideologiyası arasında mübarizə gedirdi. Ona görə Fukuyama onu nəzərdə tuturdu ki, liberal ideologiya artıq qalib gəldi. Mübarizə eləməyə onun rəqibi yoxdur. Deməli dünyanın sonunda artıq. Yəni yaxşı mənada sonunda rəvanlıq başlayacaqdı. Bir dənə axırda bir dənə abzasda yazmışdı ki, birdən ola bilər ki, liberalizmə qarşı qalan millətçilik ideologiyası ortaya çıxa bilər. Yəni o ölməyən bir
Doğrudan da elə o da yerini tutdu. O dünyanın sonu hələ çox var dünyanın sonuna. İndi millətçilik istənilən yerdə o milli hisslər ölməyən bir hisslərdir. Ondan da kimlərsə sui-istifadə etməyə qalxanda və onu və yaxud da onu nəzərdən qaçıranda, qoy nə eləsinlər. Elə bir hakimiyyətlər də var da. Nə edəcəklər onlar? Nə edə bilərlər ki, bir ovuc dəstə də orada. O cür siyasət yerdən də o təhlükəyə çevrilir. Ona görə də o istiqamətdə də, yəni tutaq ki, Azərbaycanın şimalında da müəyyən məsələlər nəzərə alınmalıdır. Azərbaycanın cənubunda da müəyyən məsələlər nəzərə alınmalıdır. Bunların hamısı da nəzərə alınır, düzgün siyasət yeridilir və onların içərisində də bir Azərbaycançılıq var onların içərisində ki, yəni mən bu ölkənin vətəndaşıyam, mən burada hansı hərəkəti başlasam, mənim taleyim necə olacaqdır? Mən normal insan kimi yaşamalıyam da, ailəm var, uşaqları var. Yəni bax o məsələ, o cəhətdən də deyirəm, siyasət düzgün yeridilir. Eyni zamanda xaricdən gələ biləcək təhlükələr, bura təxribatçılar, qruplar, onların fəaliyyəti daim nəzarət altındadır. Bizim xəbərimiz yoxdur. Mən təxminən fikirləşirəm ki, bu təhlükələr var. Bu yolların bağlanması da bilirsiniz ki, quru yolların bağlanmasının da kökündə o dayanır. Şəxsən mən müdafiə eləmirəm quru yolların bağlanmasını. Yəni, amma əgər doğrudan da çox ciddi təhlükələr varsa, başa düşmək olar. Başa düşürəm, ölkə rəhbəri dəfələrlə bu təhlükələr deyibdi yəni, və bəyan edib ki, ölkənin daxilində quru yolların bağlanmasının səbəbi budur. Bəli, ölkənin daxilində siyasi dialoq prosesi gedir. Partiyaların əksəriyyəti bir aradadırlar, bir yerdədirlər. Milli məsələlər iqtidarın yanındadırlar. Bu çox önəmli məsələdir. Yəni 24-26 partiyada onun 24-ü bir yerdədir. Bəli. 2 dənə partiya fərqli bir mövqe tutmağa çalışır. Və elə mən bir müqayisə gətirmək istəyirəm ki, mən bu sonuncu səfərimiz oldu. Cəbrayıl, Füzuli Cəbrayıl Zəngilanda. O səfərlə bağlı mən müəyyən paylaşımlar eləmişdim. Onun aşağısında bir nəfər də tanıdığım müxalifətçi, saf insan, təmiz insandır. Mən yazmışdım ki, yəni sağlam partiyalaşma prosesi gedir statusda. Bu da aşağısında yazmışdı ki, yapılaşma prosesi gedir. Yəni ona o cür qiymət verin. Hər kəsin özü mövqeyi var. Mən də yazmadım cavab, diskusiya açmadım, amma elə efir vasitəsilə demək istəyirəm ki, biz orada olan vaxtı 24 partiya bir yerdə Zəngilana, qələbəni, bərpa işlərini müşahidə etmək üçün gedəndə, həmrəyliyi göstərəndə, yapın da rəhbəri Tahir müəllim orada, hamı bir yerdə, prezident administrasiyasının partiyalar şöbəsinin rəhbəri, nümayəndələr orada, hamımız orada o qələbəmizə bir yerdə şəriklik edirdik. Bir yerdəydik. Sən bunun adını qoyursan yapılaşma, həmin gün Avropanın səhv eləmirəmsə Londonda idi. Erməni zədlərlə, deputatlarla bir gün sonra erməni deputatların partiya sədrləri ilə Azərbaycan partiya sədrləri görüşdülər. Azərbaycanda 2 dənə partiyası iştirak edirdi. Müxalifət partiyaları, bəli. İştirak edirdi orada. Müsavatdan elə bilirəm Razi Nurullayev partiyası idi. Bir Müsavat, bir də Razi Nurullayev. İndi mən ona deyirəm ki, siz ermənilərlə görüşürsünüz bu məqamda. Bu nə demək? Erməniləşməkdir yoxsa yox? Erməni partiyalarını nəyi müzakirə edirsiniz? Hansı əməkdaşlarla danışırsınız? Hansı üstündür? Erməni partiyası ilə yaxınlaşmaq, yoxsa Azərbaycan partiyalarına yaxınlaşmaq? Yaxınla bir yerdə olmaq və yaxud Azərbaycan 24 partiyası ilə bir yerdə olmaq. Ona görə də o dediyim məsələ nə var ki, ölkənin daxilində bu siyasi birlik, bir hədəfə vurulmaq, böyük bir prosesi başlayıb Azərbaycan rəhbərliyi. O proses hələ davam edir. O təhlükələr aradan qalmayıbdır. O böyük qayıdış o prosesin tərkib hissəsidir. Bu yolla biz axıra qədər getməliyik və birliyimizi də qorumalıyıq. O dediyimiz müharibə vaxtında bizim birliyimizi pozmaq istəyənlər vardı. Xalqın təzyiqini gördülər, geri çəkildilər. Demək istəyənlər vardı. No, vo şüarını ortaya çıxanlar vardı. Müharibəyə yox şüarını ortaya çıxanlar vardı. Müharibəsiz biz nətər torbamız alardı? Hərdən indi sizdə də ola bilər, kimlərsə yazsınlar ki, bəs şəhidlərimiz oldu. Ay qardaş, mən sizə demirəm ki, Qarabağ bizim nəyimizə lazımdır deyənlər var idi. Bu gün də eyni fikri təkrarlayırlar. Zəngəzur bizim nəyimizə lazımdır deyir. Qardaş, orada mən də şəhid ola bilərdim. Müharibənin birinci günündə mən cəbhə xətində. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər olmasaydı biz ərazi bütövlüyümüzü necə bərpa edəcəkdik? Hörmətlə yad elə, ehtiramla indən sonra bizim hamımız ölüb gedəcək, şəhidlərdən sonra 1000 ildə yaşayacaqdır. Elə həmin cavan görkəmində yaşayacaqdır. Bugün Ağrılı da ailəsi üçün, yaxını üçün. Amma öz ailəsinə, öz nəslinə şəhid nəsli, şəhid övladı, şəhid ailəsi adını qoyub gedib o insanlar. Başa düşürsünüz, yoxsa hər bir insan öləcəkdir də. Hər kəsin bir vaxtı var dünyasını dəyişməyə. Ona görə də onu heç kəs populizm xatirinə deməsin ki, müharibə ölüm itim deməkdir. Yəni torpağımızın məsələsi varsa, burada artıq biz hər şeyə getməliyik. Ona görə də bax, ölkənin daxilində dediyiniz o məsələlər tam şəkildə ortada olmalıdır. O birlik qorunmalıdır ki,
Biz indən sonra Azərbaycan dövlətinin gələcəyini təmin edə bilək. Azərbaycan dövlətinin gələcəyi bu günləri qurulur. Bugünkü bünövrənin təməli üzərində qurulur. Kimlərsə Avropanın bayrağını qaldıracaqsa, kimlərsə SSR-nin bayrağını qaldıracaqsa, o Azərbaycanın gələcəyi deyil. Kiminsə yerdə qoltuğunun altına sığınmaqdır. Kiminsə qulu olmaqdır. Biz Azərbaycanın sərbəst şəkildə öz dövlətçiliyinə, xarakterinə uyğun inkişafının tərəfdarı. Yəni mən şüar xatirinə demirəm, şüarçılıq deyil bu. Reallığı deyir, istədiyimi deyirəm.